Başa düşmək lazımdır ki, Allahla dost olmaq nə deməkdir? Məsəl üçün, Allah Teala deyir, mənə itaət etmək istəyirsən, mənim rəsuluma itaət elə. Əmr sahiblərinə itaət elə. Yəni, Allahla dost olmaqdan məqsəd budur ki, sən Allah dostları ilə dost olasan. Allahı sevənləri sevəsən. Allahı sevməyənlərdən uzaq olasan. Allahın sevdiyi işləri görəsən. Allahın sevmədiyi işlərdən uzaq olasan. Bunların şərtləridir. Yoxsa Allah elə bir varlıq deyil ki, sən onu təsəvvürə gətirəsən, bu ilə dost olasan. Allahla necə dost olarlar? Allahla dost olmağın yolu Allahın sevdiklərini sevərək etmək. Pek etmək yox. Allahın sevdiklərini sevmək. Allahın sevmədiklərindən uzaqlaşmaq yox. Allahın sevmədiklərini sən də sevməyəsən. Bundan gedirsə, bu dostluğa yatırır ki, buna görə bütün aləm mənlə düşmən olsa, mənə heç aləm lazımdır. Sən elə mənə bəs.